Bugün Ağdamın Sarıcalı kəndinə köçürülən ailələr artıq doğma yurdlarına çatıblar. Daha 141 nəfər, yəni 34 ailə üçün vətən həsrəti bitib. Geri dönən sakinlər üçün kənddə yeni evlər tikilib. Əməkdaşımız Elnur Tofiq hazırda Sarıcalıdadır. Köçürlə bağlı ətraflı məlumatları bizə o çatdıracaq. Elnur, buyurun, efirdəsi sizi salamlayırıq. Təfərrüatlar sizdə. Bəli, geridə qalan xəbər saatında doğma yurda qayıdan insanlarla bağlı canlı bağlantımız oldu. Ağdamın giriş postundan, işğaldan azad olunmuş ərazilərimizə giriş postundan və məlumat üçün təkrarən bildirim ki, bugün doğma yurda 55 ailə geri dönür ki, onlardan da 34 ailəsi, 141 sakin Ağdam rayonunun Sarıcalı kəndinə, 21 ailə 83 nəfər isə Xocalı rayonunun Ballıca kəndinə geri dönür və bugün Sarıcalı kəndinə artıq 4-cü köçdür ki, gerçəkləşir və məlumat üçün bildirim ki, bu köçdə daxil olmaqla birlikdə Sarıcalı kəndində artıq 110 ailə, 440 nəfər məskunlaşmış oldu və Sarıcalı haqqında kifayət qədər hər birimizin məlumatımız var. Keçmiş təmas xəttində yerləşən bu yaşayış məntəqəmiz ermənilər tərəfindən daha çox minalanmış bir ərazi hesab olunurdu, amma məhz torpaqlarımız azad olunduqdan sonra Sarıcalı kəndi də digər yaşayış məntəqələrimiz kimi minalardan, partlamamış döyüş sursatlarından təmizləndi. Daha sonra isə burada daha müasir günün tələblərinə cavab verəcək şəkildə yeni kənd inşa olundu. Kənd haqqında reportajlarımız olub və bu gördüyünüz yaraşıqlı kənd artıq öz sakinlərini qəbul edir və möhtərəm prezidentimiz ilk köçən insanların evlərinin açarlarını özünü şəxsən təqdim etdi və bugün artıq 4-cü köçdürçü gerçəkləşir və bunun fonunda həmçinin Ağdamın Xıdırlı və Kəngərli kəndlərində də tikinti işləri artıq yekun mərhələsindədir. Elə cənab prezident Sarıcalı kəndində olanda bununla bağlı müjdəli xəbəri çatdırmışdı. Yəni bu yaxın zaman kəsiyində həmin kəndlərə də öz sakinləri geri dönəcək. Biz ASTV komandası olaraq bura geri dönən insanların sevinclərini, təəssüratlarını öyrənmək üçün elə onları müşahidə edirik və onların fikirlərini öyrənib reportaj formasında yəqin ki, qarşıdakı xəbər saatlarının birində sizə təqdim edəcəyik. Ağdamdan Sarıcalı kəndindən çatdırmaq istədiklərim bunlardır. Söz sizdə. Çox sağ olun, Elnur. Ətraflı məlumatlara görə biz də sakinləri səmimi qəlbdən təbrik edirik.